Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar. Mən də hörmətli həmkarım Bəhruz müəllimə ətraflı təqdimat üçün təşəkkürümü bildirirəm. Və həmçinin bildirmək istəyirəm ki, həm konstitusiyaya və həm də cinayət prosessual qanunvericiliyə əsasən istisna hallardan başqa cinayət işlərində qiyabi icraatın həyata keçirilməsinə yol verilmir. Qüvvədə olan qanunvericilik yalnız məhkəmə baxışı zamanı, yəni Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxsin məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdığı halda onun barəsində qiyabi icraatın həyata keçirilməsinə imkan verir. Lakin qiyabi icraatın konkret hansı cinayətlər üzrə həyata keçirə bilmə imkanının müəyyən olunmaması, habelə bunu tənzimləyən ayrıca prosessual normaların mövcud olmaması, təcrübəmdən də deyə bilərəm ki, bu cinayət işlərinin məhkəmə baxışında dayandırılmasına səbəb olurdu. Təqdim edilən layihə isə olduğu yeri məlum olan, lakin çağırışa gəlməkdən qəsdən boyun qaçıran, eyni zamanda cinayət prosesi orqanından gizlənən şəxslərin barəsində də Cinayət Məcəlləsinin yalnız konkret maddələri üzrə həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı qiyabi icraatın həyata keçirməsi nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilən layihədə təqsirlənilən şəxsin əsas hüquqları ətraflı şəkildə öz əksini tapan, yəni fəslin məcəlləyə əlavə edilməsi cinayət təqibinin başa çatdırılmasına qiyabi icraat qaydasında olsa da, ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edəcək. Təşəkkür edirəm diqqətinizə görə.